Gəlin bugün Azərbaycanda qadın futbolunun vəziyyətinə qısa bir nəzər salaq. Bilirsiniz, milli komandamız uğur qazanır, amma gələcəyin ulduzları nədənsə ölkədən getməyi arzuluyur. İdman.biz saytında məşqçi Etibar Həsənov və gənc futbolçu Ebru Əmirova ilə olan müsahibə bax bu pərdəarxası reallığı bizə göstərir. Birincisi, köhnə düşüncələr, yəni o stereotiplər hələ də çox güclüdür. Düzdür, məşqçi Həsənov deyir ki, indi valideynlər daha çox dəstək olur, bu əladır. Amma düşünün, milli komanda səviyyəli bir oyunçuya, Ebruya, hələ də qohumların müəllimləri deyir ki, bu qız idmanı deyil, get voleybol oynam. Deməli, maneə hələ də var. İkincisi, və bu bəlkə də ən narahat edici məqamdır, gənc istedadlar üçün son hədəf Azərbaycan yox, xaricdir. Akademiyadakı bütün qızlar karyeralarını xaricdə qurmaq istəyir. Niyə? Çünki burada irəli getməyin çətin olduğunu düşünürlər. Və bu təkcə bir arzu deyil, artıq reallıqdır. Böyüklərdən ibarət yığmanın təxminən 80%-i onsuz da xarici klublarda oynayır. Nəhayət, bəs çıxış yolu nədir? Məşqçi Həsənovun fikri çox aydındır, güclü yerli çempionat yaratmaq lazımdır. Bunun üçün də kişi klubları qadın komandalarına ciddi maliyyə dəstəyi göstərməlidir. Yalnız güclü bir liqa bu istedadları ölkədə saxlaya bilər, hətta bəlkə xaricdən oyuncu da cəlb edər. Beləliklə, qadın futbolumuz irəliləsə də, köhnə stereotipləri qırmadan və yerli liqanı gücləndirmədən bu istedadları ölkədə saxlamaq mümkün olmayacaq.